Mətnə baxırıq. 72-ci sualda deyir ki, what does the mean the word sandwich mean? Mənası nə idi? Sandviçin mənası. Orada harda verilmişdi? Baxaq paraqrafımızda. İki dırnaq arasında sandviç yazılan sözü axtarırsınız uşaqlar. O da gəlir. Deməli, bax bu hissə ikinci paraqrafda. Sandwich mean a type of food, two slices. Bəli, o da eləyib bir variantı, düzgün variant. İkincidə 72-ci sualda deyir ki, in the United Kingdom, small sandwiches are. Deməli, onu da bizə veriblər hansı paraqrafda? Small sandwiches. Deməli, baxın, bax burada 3-cü paraqrafda verilib bizə. Bax bu hissəyə baxırsınız. Deməli, kiçik sandviçlər uzun olurdular, yox. Deməli, kiçik sandviçlərdən danışırsa, usually eaten during the afternoon tea, bəli, baxın, orada verilib afternoon tea və bir də known as tea sandwiches, bəli, düzdür, 2-4 düzgün variantdır. Sonra digər suala keçək, 74, digər 73-ə baxdıq biz. 74-cü sualda deyir ki, mətin nə haqqındaydı? Mətin nə haqqındadır deyəndə uşaqlar, ya giriş hissədən çıxardırıq, oradan yoxdursa ən sonuncu hissəyə baxırıq. The origin and history of sandwich. Baxın, ilkin giriş hissəyə baxın və burada veriblər ki, 2 dəqiqə. The sandwich has an interesting history. Bəli, sandviçin nə ilə tarixindən danışırsa, bəli, elə biz də onu götürürük. A variantını. 75-cidə isə səhv variant istəyir bizdən. Səhv variantları baxanda uşaqlar görəcəksiniz ki, bax, tarixlərə diqqət eləyin. Görün, tarixlər düzdürmü? 19-cu əsrdə deyir, yaşamışdır. John Montague, deməli, baxaq ona. Baxırsınız, onu da veriblər bizə harda. Deməli, birinci hissədə baxın. 18-ci əsrdə yaşamışdı. Who lived in England in 18th century. Bəli. Deməli, bu da yanlış variant idi. Keçək o birisi suala. Y variantı burada yanlış oldu. 76-cı sualda deyir ki, mətnə əsasən düz olanları istəyir bizdən. Nowadays different types of sandwich are known in the world. Bəli, bir düzdür. İkincidə 1762-ci ildə müxtəlif növ sandviçlər var idi. Xeyr, elə onda yenə çıxırdı. Üçüncüdə isə düzdür. 20-ci əsrdə sandviçlər populyarlıq qazanmağa başladır. 4-də nə yanlışdır? Burada yazıbdır ki, no more than. Bax, no more than 700 meters. Bax, buradakı söz yanlışdır. Baxın, mətndən götürək. Baxın, more than 700 meters long. Bəli, no orada yanlışdır. Ona görə düzgün variantımız 1-lə 3-dür.